Hər kəsə salam dostlar. Bağışlayın biraz gecikdim. Biraz dedikdə hətta çox. Demişdim ki saat 6-ya işləmiş atacağım cavabları, həlləri və izahları. Yəni həll və cavabları. Amma hal-hazırda saat 6 olmaq üzrədir. 17:54-dür və hətta mən videonu atana qədər 7 işləmiş olar. Bunun üçün bağışlayın. Nəysə, indi isə suallara keçək. Dostlar, əslində mən demişdim ki, 2 dənə misal paylaşacağam. Lakin bir dənə bu misalı 2 dəfə paylaşmışam. Elə bilmişəm ki, bu misallardan biri də başqa misaldır. Lakin yenə də o misalı indi burada göstərəcəm. Hal-hazırda buradadır, altdadır, lövhənin altında. Göstərməyim hələ. İndi bu sualın izahını deyim, bir də cavabının nə olduğunu deyim. Daha sonra isə o suala baxın, yəni o ikinci suala. İkinci suala baxın, özünüz həllini və cavabını tapmaya çalışın. Daha sonra isə mən həllini və cavabını deyim. İndi isə birinci sualın cavabına başlayaq. Bu arada bu suala 3 dənə yorum gəlmişdi və 3-ü də cavabın 11 olduğunu tapmışdı. İndi baxaq görək 11-dir yoxsa yox. Mən bura qeyd eləmişəm hansısa, sadəcə demək lazımdır. Yəni deyəcəm. Bu sual əslində biraz çətin görsənə bilər, amma yenə də çox asandır. Burada 2 məhsul olduğuna görə biraz qorxa bilərsən. Amma həmçinin demək istəyirəm ki, bir neçə düstur var. Bir neçə dənə düstur var. Bu düsturları bilsən, əlbəttə bunları yaza bilərsən. Düsturlar isə bunlardır. İndi isə bu əmrinizi bura göz atırıq. X üstü 3 üstü 4 vur x üstü 2 üstü 5 bərabərdə x üstü b üstü 2 isə b-ni tapın. İndi buradan baxırıq ki, x üstü 3 üstü 4 var. Əlbəttə bir dənə qayda yadımıza düşür. Qayda isə nədir? Budur. A üstü n üstü m nəyə bərabərdir? A üstü n vur m-ə. Burada da onu edəcəyik. Yəni x üstü 3 üstü 4 nəyə bərabərdir? X üstü 3 vur 4-ə. Bunları vurdum da. O deyilir x üstü 12. Daha sonra x üstü 2 üstü 5 vururuq 2 vur 5. Yəni x üstü 2 vur 5. Edir x üstü 10. Daha sonra burada vurma var. Yəni x üstü 3 üstü 4-ün əvəzinə x üstü 12 qoydum. X üstü 2 üstü 5-in əvəzinə də x üstü 10 qoydum. Bərabər olur x üstü 5 üstü 2-yə. Daha sonra yenə bir qayda ortaya çıxır. Qayda isə a üstü n vur a üstü m bərabərdə a üstü m plus m-ə. Yəni burada x üstü 12 plus 10 bərabər olur x üstü 22-yə. Bunun əvəzində yazıq x üstü 22. X üstü 22 də bərabər olur x üstü b üstü 2-yə. Yəni bu qaydadan istifadə edəcək. Qayda isə nədir? A üstü n üstü m bərabərdə a üstü m vur m-ə. Baxırıq, x üstü b üstü 2 bərabərdə ilə x üstü 2b yaza bilərik. Sonra görürük ki, əsaslar eynidirsə, o zaman qüvvətlər də, üstü qüvvətlər də eyni olmalıdır. Ona görə x-lər istək gedir, 22 bərabər olur 2b-yə, b də bərabər olur 11-ə. Yəni demişdim, sualın cavabı nədir? 3 nəfər isə b-nin 11 olduğunu tapmışdı. Yəni düz tapıblar, halaldır. İndi isə keçirəm ikinci misala. İkinci misalın həllini göstərmədən öncə belə göstərim. Yəni həllini göstərmədən öncə bu sualı bir dənə videonu dayandırıb tapmaya çalışın, həllini və izahını. Sonra isə sizə necə həll olduğunu göstərməyə çalışım. Sual isə budur. Baxın, hətta burada həlli tam görsənməsin deyə bir dənə bura yazım. Dostlar, sualı bura yazdım, bir dənə suala baxın. Yəni indi videonu dayandırın, suala baxın, sonra isə keçək izaha. Yəqin ki dostlar, indi tapdınız. İndi isə sizə həllin necə olduğunu göstərim. Həll isə budur. Sual budur. 2 üstü 32 üstü 2 üstü 32 bərabərdə 2 üstü 2 üstü x-dirsə, x bərabər sual. Yəni də sual çox qarışıq gələ bilər. Həddən artıq qarışıq görsənir. Yəni çox da yoxdur, amma yenə düsturları bilsən, həddindən artıq asan sualdır. Burada cəmbəlikdir. Yenə bir dənə bu düstur. Bunlar çox məşhur düsturlardır. Nəysə. A üstü n üstü m nəyə bərabərdir? A üstü m vur m-ə. İndi baxırıq bura. 2 üstü 32 üstü 2 üstü 32 var. O zaman bu a olsun. Ta ki 2a-dır. 32 n-dir. 2 üstü 32 də m-dir. O zaman nəyə bərabər olur? A üstü m vur m-ə. Yəni a nədir? 2-dir. İndi m vur n. M vur n dedik də. İndi m 32-dir, n də 232-dir. Yəni 2 vur 32 vur 232. Başlayın 2 üstü 32 vur 2 üstü 32. Bərabərdə 2 üstü 2 üstü x-ə. İndi isə burada 32-ni 2 üstü 5 kimi götürək. Yəni 2 üstü 5 vur 2 üstü 32 bərabərdə 2 üstü x. Daha sonra burada baxırıq. Yenə belə bir qayda qabağımıza çıxır. A üstü m vur a üstü m bərabərdə a üstü m plus m-ə. Sonra buradan baxırıq ki, 2 üstü 5 və 2 üstü 32 var. Əsaslar eynidirsə, qüvvətlər də əsaslar eynidirsə, o zaman qüvvətləri toplaya bilərik. Çünki burada vurma var. Burada belə olur. 2 üstü 2 olduğu kimi qalır. 5 ilə 32 toplanır 37. Bərabər olur. Bu da olduğu kimi qalsın 2 üstü x. Daha sonra burada qüvvətlər eynidir. O zaman əsaslar da başlayın. Əsaslar eynidirsə, o zaman qüvvətlər də eyni olacaq. 2-lər islah gedir, qalır 237 ilə 200x.
Burada da əsaslar endisi qüvvətlər deyildi. O zaman 2-lər istat gedir. 37-də bərabər olur x-ə. Bu sualın cavabı isə 37 idi. İnşallah hər iki sualın da həllini başa düşmüsünüz. Əgər bilmirsinizsə də, əlbəttə yəqin bilirsiniz. Yəni həlləri bunlar idi. İstəsəniz, yəni mən biraz qəribə danışa bilərəm. İstəsəniz sualın həllinə belə baxa bilərsiniz. Neysə videomuz bura qədər idi. Sağ olun, təşəkkürlər.